Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə Azərbaycan prospektində yerləşən metal qəbulu sexlərinin birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb. Qonşu deyir ki, sex yanıb, tez mən çatdır. Gəlib qapını açdı, bacan gir içəri, sağ olsunlar, söndürdülər. Fövqəladə Hallar Nazirliyinin 112 telefon zəng mərkəzinə Sumqayıt şəhərində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər yanğından mühafizə idarəsinin qüvvələri cəlb olunmuşdur. Yanğın söndürənlərin çevik müdaxiləsi nəticəsində demək metal qəbulu və istehsalat tullantıları sexində baş vermiş yanğın genişlənməsinə və digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülmüşdür. Hadisə yerində xəsarət alan olmamışdır.